kişi ilə necə davranırıq, görsün istədiyinizi eləsin. Nə istədiyimizi yavaş-yavaş kişiyə deməyə öyrənirik. Amma ona demirik ki, bunu necə elə. Məsələn, əgər istəyirsinizsə sizinlə vaxt keçirsin, ona sakit deyirsən ki, mən səninlə vaxt keçirmək istəyirəm. Qınamadan, günahlandırmadan, onu tənqid eləmədən, keçmiş 5 il, 10 il, 20 il bundan qabaq olan problemləri onun üzünə demədən və ya dünən yaşadığınız problemi onun üzünə demədən sakit olaraq deyirsiniz ki, mən istəyirəm ki, biz bir yerdə bir vaxt keçirək, bir saatımızı bərabər keçirək. Necə keçirək, harda keçirək, üstünə getməyin, təzyiq eləməyin, qoyun özü qərar versin. Lap yoxdur desə sakit qarşılayın, yəni üstünə getməyin. Günahlandırmırsınız, bu çox önəmlidir. Qınamırsınız, tələb eləmirsiniz, təzyiq eləmirsiniz, onda qaçacaq. Çünki bir insanın deyəndə ki, sən səhvsən, sən düz eləmirsən, düz yaşamırsan, mənim dediklərimi eləmirsən, mən xoşbəxt eləmirsən, o sizə baxanda təhlükə görür. Deyir ki, bu qadın məni alçaldır, mənim şəxsiyyətimi alçaldır, məni bir kişi olaraq zəif olduğumu deyir və sizi təhlükə görür. O zaman qorunmağa keçir. Qorunanda da ya qaçır sizdən, gedir dostlarına, gecə evlərə gəlmir, 4-də 5-də gəlir və yaxud da nə bilim telefondan çıxmır, yəni sizinlə danışmır, ya da ki hücum eləyir. Başlayır birini siz deyəndə 5-ində o deyir, təhqir eləyir, alçaldır. Ona görə heç bir variant sizin xeyrinizə deyil də, yəni ki, onun üstünə getmək sizin xeyrinizə deyil. Sakit qalırıq. Sadəcə öz fikrinizi ona bildirirsiniz. Açıq aydın deyirsiniz ki, mən istəyirəm ki, biz bərabər zaman keçirək. Və ona icazə verin ki, məsələn, harasa aparmaq deyir. Deməyin ki, filan yer, o deyəcək ki, məsələn, gedək filan yerə. Deməyin ki, ora getmək, ora pis gündədir, nə gündə. Onun seçiminə hörmət eləyin orada. Sonra məsələn, kişi heç nə eləmədi deyə anında özünüz əl-ayağa düşməyin də. Yəni özünüz mən restoran tapım, mən danışım. O boşluğu siz doldurmursunuz. Və yaxud da o yazmadı, zəng eləmədi. Ümumiyyətlə siz bir şey istəyirsiniz kişidən, deyirsiniz ona, məsələn, istəyirəm ki, mənə gündə 2 dəfə zəng eləyəsən, istəyirəm ki, mənə deyəsən ki, mən çox gözələm, istəyirəm ki, bərabər bir zaman keçirək, istəyirəm ki, bir nə bilim restorana gedək oturaq, istəyirəm bir bərabər kino izləyək, nə istəyirsiniz də, ürəyiniz nə istəyirsə. Emosional bir şey istəyin də, istəyirəm get mənə filan şey al, 5-5 şey. Hələ o etapa gəlmək üçün dəyərli olmalısınız. Kişi sizə pul xərcləyir, siz onun gözündə dəyərli olanda. Siz onun gözündə dəyərli deyilsinizsə, bayaq yoxladınız ki, kimlər yazmışdı ki, mən kişi olanda siz öz gözünüzdə qadını görəndə o dəyərli görmədinizsə, onda pul xərcləmir. Kişi heç nə eləmək istəmir, çünki dəyəri yoxdur. Ancaq kişinin gözündə siz dəyərli olanda ki, bunu kursda öyrənirik, dəyərli qadında, o zaman sizə pul xərcləyir. Nəinki pul xərcləyir, həyatını sizə sərf eləyir, sizin üçün yaşayır. Sizi xoşbəxt eləmək üçün yaşayır, sizi, övladlarınızı. Onun ilk məqsədi sizin xoşbəxtliyinizdir. Dəyərli deyilsinizsə, heç nəyini sizə verməyəcək. O birdən söz var, deyir, qışda qarını da sizə verməyəcək. Gözləməyin də. Özünüzü onun gözündə dəyərli eləyən kimi, onu da necə eləyirik? Birinci öz gözümüzdə öz dəyərimizi görürük. Öz gözümüzdə dəyərli deyiliksə, biz başqasının gözündə dəyərli ola bilməliyik. Sonra, o bir qərar verib. Deyək ki, kişi bir qərar verir. Hər şey nə ilə bağlıdırsa. O qərar verəndə özünüz gəlib deməyin ki, sən burada düz eləmədin, düzəltməyin onu. Məsələn, bir deyirsiniz filan yerə gedək, ya filan şey elə. Balaca şeylər deyirəm, sizin də öz həyatınıza uyğun nəyi ora qoya, hər şeyi ora qoya bilərsiniz. Ondan bir şey istədiniz, o da bir qərar verdi. O qərara müdaxilə eləməyin. Sən səhvsən ya da ki, bu nədir, gəl mən bunu düzəldim, belə olmasın, elə olsun deməyin. Bilirəm çətin o, ən çox da dostiqatır qadınlar hər şeyi düzəltmək istəyirlər. Yəni mən ən doğrunu bilirəm, mənim dediyim kimi olmasa pis olacaq düşünən qadınlara daha çox faydalıdır. İcazə verin, qoy o eləsin. Necə elirsə eləsin. Müdaxilə eləməyin. Yəni ona bir də düşünməyə biraz vaxt verin. Məsələn, deyin ki, istəyirəm bərabər zaman keçirək və istəyirəm filan şey olsun, istəyirəm 5-5 şey olsun. Anında reaksiya gözləmin. Məsələn, harasa məni apar, tez əl-ayağa düşsün, yıxsın restorana, yer zakaz eləsin, qaçsın, getsin və yaxud da deyirsiniz ki, mənə zəng elə, hər 5 dəqiqədən birisi yıxsın, gözlə. Biraz ona vaxt verin.
bir gün, 2 gün elə insan var ki, qoyun biraz düşünsün də. Əgər illərlə, uzun zamandır sizi eşitmişsiniz, heç nə deməmisiniz, daim gözləyən, inciyən, tənqid edən tərəf olmusunuzsa, indi sakitləşirik, istədiyimizi deyirik və ona biraz vaxt veririk. Müdaxilə eləmirik, dəyişmirik. Və özünüzü qabaqcadan da proqramlaşdırın ki, eləməsə belə inciməyəcəm. O zaman özümüzə deyirik ki, mən dəyişəndə, mən biləndə ki, o necə eləsəm dəyişər, orada bir məsuliyyəti üzərinizə götürürsünüz. Siz inciyəndə, küsəndə həll eləyən pozisiyada olmursunuz. Siz inciyəndə, küsəndə qurban pozisiyasında olursunuz, əzilən pozisiyada olursunuz. Amma siz dediniz, hə, mən bunu elədim, bu işləmədi. Deməli, mən ondan xahiş elədim, əksəriyyəti eləyəcək. Bir şey istədiniz ki, gəl bərabər zaman keçirək, mənə tez-tez zəng elə, filan yerə gedək və zaman verdiniz, qarışmadınız, biraz vaxt verdiniz, kişi elədi, lap eləmədi deyə ən xoş olmayan hissəsində siz deyirsiniz ki, özünüzə sual verirsiniz. Hə, mən bu situasiyanı necə dəyişsəm, mənim istədiyim olar. Küsmədən, təzyiq eləmədən, şikayət eləmədən, aləmi qarışdırmadan, sakit ağılla, soyuq başla qərarlar veririk. Həqiqətən xoşbəxt olmaq istəyirsinizsə də, ailədə yaxşı olsun istəyirsinizsə, bir şeyi başa düşün. Şikayət eləsəniz, narazı olsanız, təzyiq eləsəniz, üstünə getsəniz, tələb eləsəniz, borclusan desəniz, hər şey daha da korlanacaq. O variant işləmir də, artıq illərdir eləmisiniz, görürsünüz işləmir. Getdikcə hər şey daha da pis olur. Ona görə o variantı unudun. Kim deyirsə ki, mən küsəcəm, üz çevirəcəm, incinəcəm, danışdırmayacam, nə bilim, aləmi qatacam, onu güdəcəm, telefonuna girəcəm, pis nəsə də ondan deyəcəm, sən səhvsən, subut elə mənə, gördün, sən neynədin, onda səhv axtarıb daim onu alçaldacam və o da düzələcək, o anında mənim qədrimi biləcək, anında məni itirməkdən qorxub, məni əldə saxlamaq üçün əldən ayaqdan gedəcək, eləməyəcəyiz, değil mi? Əksinə onu itirəcəyiz. Dava ilə, problemlə, təzyiqlə hər şey daha da pis olur. Niprav çıxaracam Qədirova, əsla izləməm, əsla. Çünki niyə? Siz ona deyəndə ki, sən səhvsən, mən doğruyam, sən düz eləmədin, diqqətsizsən, sevmədin, istədiyimi eləmədin, sən yaxşı kişi deyilsən, sən məni razı sala bilmirsən, sən güclü deyilsən, sən zəifsən, sən bacarmırsan deyirsiniz. Və bunun qarşılığında da gözləyirsiniz ki, o sizə deyəcək ki, bağışlayın məni, doğrudan neyiniyim sənin üçün? Bu belə olmur, əksinə olur. Odur ki, sən mənə alçatdın, sən mənə əzdin, sən mənə hörmətsiz elədin və məndən gözləyirsən ki, mən hər şeyimi atıb sənin dalınca gələcəm. Yox, sən buna görə cavab verəcəksən. O da başlayır sizi əzməyə. Təhqir eləyir, söyür, uzaqlaşır, gecə evə gəlmir. Da ən pislərini demirəm də, gedir, başlayır başqa yerdə. Deyir, hə, mən kişi deyiləm, görür başqası üçün, amma mən elə deyiləm. Başa düşürsünüz, haralara gətirir, çıxarır. Ona görə belə eləmək işə yaramır da, belə eləmək dağıtmaqdır. Bunu eləmirik, bunu dayandırırıq. Necə eləmək lazımdır, onu bilmirsiniz, bilirəm. Görməmisiniz də, bilsədiniz eləyərdiniz. Onu kursda öyrənirik. Amma sadəcə də indi başa düşün ki, dava eləyib onun üstünə gitmək hər şeyi korlayır. O müdafiəyə keçir. Ya qaçır, uzaqlaşır, ya da sizə şiddət uyğulayır. Yəni qorunmaya keçir. Heç kimi, baxın, biz həyatda siz deyiləsiniz də, kimsə sizi təhqir eləyəndə, sizə qarşı deyəndə sən yaxşı deyilsən, siz durub demirsiniz ki, hə, nə yaxşı, mən qoy düzəlim. Siz əksinə deyirsiniz ki, nə pis insandır da, o məni necə alçalda bilər, o məni necə bilir. Başlayırsınız o adamla dalaşmağa. Kişilər də belədir. Sonra nə edirik? Yazırıq. Onun elədiyi şeyləri görürük və qiymətləndiririk. Məsələn, balaca bir diqqət göstərdi, qayğı göstərdi, nədəsə kömək elədi, sizin üçünsə nəsə elədi, nəsə aldı, anında görürük onu. Bunu norma qəbul eləmirik, borçlusan demirik. Çünki heç kim sizə borçlu deyil, əzdəm. Ən böyük yanılgı odur ki, bizə deyirlər, kişidirsə eləməlidir. Kişisənsə eləməlisən, eləmirsənsə nə kişisi? Bu ən ağır cümlədir. Bu belə deyil, o da insandır. Sizə nə vaxt nəyisə eləyir kişi? O vaxt ki, onu eləmək istəyir. Sizin sualınız bilirsiniz nədir? Mən necə biri olsam, onu özü eləmək istəyər. Siz tələb eləyirsinizsə, küsüb incirsiniz, o demək ki, kişi eləmək istəmir, içindən gəlmir. Amma siz deyirsiniz ki, zorla bunu elə.
O da eləmək istəmirdi. Başa düşdünüz? Biz nəyə baxırıq? Onu gedib zorla elətdirmir. Çünki o zorla neçə gün eləyər? Bir gün, 2 gün daha eləmək istəməyəcək. Bir də var ki, mən necə bir davranış göstərsəm, necə yanaşsam, necə biri olsam, o özü onu eləmək istəyər hər gün. Bax, sizin hədəfiniz budur. Dəyərli qadın kursumuzda biz bunu öyrənirik. Çünki ancaq çıxış yolu buradadır. Siz elə biri olmalısınız ki, və bundan zövq alaraq eləməlisiniz, məcburiyyətdən yox. O sizin dediyinizi sevə-sevə eləsin. Siz demədən eləsin. O sizə bilirsiniz nə deyəcək? Deyəcək, sən mənim həyatımın mənası, sən mənim xoşbəxtliyimin səbəbisən, sən mənim günəşimsən, sən mənim işığımsan, nurumsan, uğurlarımın səbəbisən. Mən sənə görə uğur qazanıram. Sənsən onu yaradan. Başa düşürsünüz necə bir qadın olmalısınız? Və qadından çox elə bil ki, mən indi onu söyəcəm, başqasıyla müqayisə eləyəcəm, deyəcəm, bax, filan kəsin yoldaşına bax, 5 mən kəs nələr elədi, sənə bax. Və o da deyəcək, hə, bu qadın nə düzdür, qaçım gedim, elə olmur. Tam tərsi olur. Deyir, elədi, get özü eləsin, tap, nə istəyirsən, ümumiyyətlə daha çox aqressiya göstərir. Ona görə eləmir, elə davranmırıq. Başa düşün ki, o yol sizi istədiyinizi aparmayacaq, daha da korlandır. Ən azı korlamağı dayandırırıq, yavaş-yavaş şəfalanmağa keçirik. Dediyim kimi, nə edirik? Elədiyi şeylərə görürük, deyirik ki, diqqət göstər, deyirsən ki, çoxsa mən gördüm ki, sən bu mənim üçün elədin, eləmək istədin. Onu görən, deyəndə o kişi deyir ki, mən ona elədim və o dəyərləndirdi. Bir də var, nə vaxt kişi eləmək istəmir? Kişi nəsə eləyir, çalışır. Çünki hər kəs də ilk başlarda, yeni tanış olanda kişi eləyir. Çünki eləmək kişinin təbiətidir. Yönləndirmək qadın təbiətdir. Kişi eləməyə başlayır. Qadın əgər dəyər vermirsə, önəmsəmirsə, dəyərsizləşdirirsə, kişi bir müddət sonra eləmir. Amma qadın görəndə ki, sən mənim üçün bunu elədin, burada mənə diqqət göstərdin, burada filan sözü dedin, orada filan yerə apardın, burada filan şey aldın, burada mənim filan şeyimlə maraqlandın, mən bunları görürəm, çox sağ ol. Və bunu siz hansı hisslə deməlisiniz? Kişi mənə borclu deyil, elədiyi üçün təşəkkür edirəm. Əgər desəz ki, eləməlisən də, borclusan, o deyəcək ki, mən sənə borclu deyiləm. Elədim, bir də eləməyəcəm. Yəni, bu həddə gətirməyin də. Əslində, problemlər odur ki, uca gətirmişsiniz onu. İndi bunun tərsini eləyirik, düzəldirik. Görürük, dəyərləndiririk. Artıq biz hansı, necə yanaşmalısınız sonra? Mən filan şey eləmək yəni kişi bir şey eləyəndə kişi onu eləmək istədiyi üçün elədi və o bunu istədiyi və elədiyi üçün mən onu gördüm və onu dəyərləndirdim. Deyirəm, çox sağ ol. Həqiqət, qəlbdən deyirəm ki, çox sağ ol ki, mənim üçün bunu elədin. Sonra, kişi sənin yanında özünü faydalı və dəyərli hiss eləməlidir. Ən çox da istiqatır qadınlar var. Telegrama keçib orada özünüzü də test eləyə bilərsiniz. Qadınların çoxu hər şeyi özləri eləyirlər. Kursla bağlı Mahirə xanıma yazın. Qadınların çoxu hər şeyi özləri eləyir. Yavaş-yavaş özümüz eləməyi dayandırırıq. Biz yönləndirən tərəfi, hərəkət kişinin işidir. Eləmək kişinin işidir, əzdəmə. Və kişinin bizə faydalı və dəyərli olduğunu ona göstəririk. Dediyim kimi də kişi bir şey eləyəndə borclusan, bax bu cümləni unuduruq. Çünki siz özünüzə də elə davran. Əgər kişiyə deyirsən ki, sən borclusan, özünüzə deyirsiniz ki, sən də borclusan. Heç kim heç nəyə borclu deyil bu dünyada. Kimsə nəyisə eləyirsə, eləmək istədiyi üçün, seçdiyi üçün eləyir. Normalda təbiətimiz budur. Əgər biz borclu kimi eləyiriksə, heç kim zövq almır da. Siz borclusan, eləməlisən deyəndə zövq alsınız. Yox, aqressiya gəlir, hirs gəlir, əsəb gəlir. Qorxudan insan borclu edir. Eləməsəm məni sevməz, atar, çıxar, gedər. Bu normal, sağlam münasibət deyil. Siz qorxaraq borcluyam, eləməsəm üst çöndərər, eləməsəm xəyanət elə, eləməsəm nə bilim pul verməz, eləməsəm belə. Onu deyirsinizsə içinizdə, o artıq qorxduğunuzu eləyib. Onsuz da sizin istədiyinizi eləmir. Çünki qorxunun özü dağıdır. Biz qorxudan çıxırıq. Mən bir şey eləyirəmsə, istəyirəm eləyirəm. Borçlu olduğum üçün yox. Eyni şeydə kişiyə deyirik. Kişi bir şey eləyirsə, istədiyi üçün eləyir. Ona görə də təşəkkür düşür ona. Və dəyərləndirir mütləq dəzdənmə. Hər şeyi
Evə gəldi, laf vaxtında gəldi. Deyək ki, həmişə axşam saat 10-da, 11-də gəldi. Bu gün nə 7-də, 8-də gəldi. Bu gün evə nə tez gəldin? Çox sağ ol. Anında başlayır xoş. Ya nişanlı olanlar varsa, nə yaxşı mənə zəng eləyirsən. Yəni onun elədiyi hər şeyi görüb, dəyərləndirib, qiymətləndirir. Çünki siz kişiyə müsbət sözlər deyəndə o özünü dəyərli, lazımlı, faydalı, güclü hiss edirsiniz. Hər dəfə onu tərifləyəndə onun içində mən güclüyəm, mən lazımam. Yəni sizin yanınızda, sizinlə danışanda özünü daha yaxşı hiss edir. Məsələn, kişi niyə dostlarının yanında çox qalmağı sevir? Çünki dostları ondan heç nəyi tələb eləmir, borclusan demir, qınamır, günahlandırmır, heç nə gözləmir. Orada nə olur? Sakit olur, rahat ol. Evə gəlir, eləməlisən, uşaqlar belə, sən belə. Başınıza kişi yüklənir və heç kimdə sağ ol demir. Dostlarım otururlar, bir şeyler dinlər sonra nə yaxşı vaxtdaydık, bu nə yaxşı görüşdük, nə yaxşı bərabər vaxt keçirdik. Gördünüz, onu tərifləyirlər, onu önəmli hiss elətdirirlər. Və o sizin yanınızda daha çox almalıdır ki, dostlara ehtiyacı olmasın. Tərəfdaş yazıb, kaş sənin yanında ölkədə 10 nəfər olardı. Əzizəm, mən kursumda inanın ki, o qədər çox qız var. Hamısı birazdan yavaş-yavaş bütün Azərbaycanı inşallah Allah mənə güc versin. Yəni milyon bir qadını çox da öz təbii halımıza gətirir. Əslində Allah bizi belə yaradı. Sonra bizə öyrədiblər ki, necə olmamalıdır. İndi biz yenidən Allahın bizi yaratdığı halımıza qaydırıq. Çünki başqa cür biz rahat huzur tapa bilmirik, xoşbəxt olmuruq. Qadın da xoşbəxt deyil, əzizlərim, nə uşaq xoşbəxtdir, nə kişi xoşbəxtdir, nə heç kim. Dünya xoşbəxt deyil. Qadın üzülürsə dünya üzülür. Ona görə qadın şəfalanan kimi, Allahın onu yaratdığı halına gələn kimi bütün dünya sevinç olur. Dünya şənlənməyə başlayır. Və biz bu kursda da onu eləyirik. Yaradanın bizi yaratdığı halımıza qaydırıq əslində.